Mən mütəmadi olaraq Rəqsanənin ailəsindən, elə Rəqsanənin özünə də bağlı, ailəsinə də bağlı bəzi xəbərlər verməyə çalışıram. Hər dəfə anası Ədilə xanımla da danışanda elə mənə də xoş olur, ona da xoş olur. Bir-birimizdən hal əhval tuturuq. Ədilə xanımdan uşaqları soruşdum, səhhətini soruşdum ki, Sarı xanım, səhhətim yaxşı deyil. Dedim, Rəqsanə necədir? Dedi, orada olan adam necə olar? Təbii ki, hər birimiz o halları bir anlıq yaşayaq ki, necə ola bilər insan? Səhhətindən şikayət etdi Ədilə xanım. Təbii ki, dağ boyda qızı, güvəndiyi qızı onun yanında olmayanda əhvalı aşağı olacaq, səhhətində də problemlər olacaq. Dedim, Ədilə xanım, uşaqlar hardadır? Rəqsanə xanımın uşaqları, Fazil müəllim hardadır? Çünki mən də eşitmişdim ki, deyirdilər ki, Fazil müəllim artıq buradan çıxıb gedib, uşaqları aparıb. Digərləri deyirdi, yox, uşaqları aparıb valideynlərinin yanında qoyub. Fərqli fikirlər səslənirdi. Ədilə xanım dedi, hər şey yaxşıdır. Fazil müəllim də yaxşıdır, sağ olsun. Bəli, uşaqlara həm baxıcı baxır, həm də axşamlar Fazil müəllim öz evladlarına baxır. Yəni ki, bəzi izləyicilərimiz deyir ki, yox, Rəqsanənin həyat yoldaşı ona sadiq olmadı, onu yarı yolda qoydu, çıxdı, getdi. Amma yox, belə deyil. Mən Ədilə xanımdan soruşandan sonra o dəqiqliklə dedi ki, yox, Fazil müəllim məhz Bakıdadır, evindədir, uşaqlar da onun yanındadır. Yəni düşünməyin, Fazil müəllim elə həyat yoldaşının yanındadır, ona dəstək olub və olacaq.